Deməli, əziz dostlar, gəlmişəm çay evinə. Bir nəfər mənə çox tanış gəlir. Yəni kadrı kəsmirəm. Görək o insan kimdir? Mənə çox tanış gəlir. Həqiqətən də. Salam əleykum, xoş gördük. Salam. Necəsiz? Nə var, nə yox? Siz mənə belə götürəndə sənə nə dəxli var, mən necəyəm? Tanışıq biz. tanış gəlirsən. Mənə çox tanış gəlirsən. Amma o demək deyir ki, tanışıq. Sən işin gücün yoxdur, sən canım başım ağrır. Mənim işim videobulu yerdir. Mən cəmaatın fikirlərini öyrənməyə görə çıxmışam. Azə mən istədim sizə müsahibə götürüm. Azə siz mənə çox tanış gəldiniz. Hardasa sizi Sən görmüşəm. jurnalistsən məndən müsahibə. Yox, hardasa sizi görmüşəm. Çay var, bir yer çay. Çay orada var, götür. Hə, heç zaman sizə hardasa siz mənə tanış gəlirsiniz. Mən jurnalistlərəm, videobulu gedirəm. Sizi hardasa mən görmüşəm. Qoy diqqətlə baxın. İnşallah siz də baxın, bəlkə tanıyarsınız. Heç bir şey düşünmüşük. Sizi harda görmüş olaram. Bir də yox, dilimin ucunda deyirəm ki. Yaxşı bilirsən məni harda görmüsən. Bilirəm. Mən tanınmış adamam. Bütün ölkə tanıyır. Sən də elə danışırsan güya birinci dəfədə. Harda deyirəm. Bu dəqiqə get uşaqlardan sonra şamsı məni tanıyacaq. Sən nətər sən tanımırsan güya. Niyə? Bildim. Gözəl insan, tanıdım səni. Ay, bu əvvəldəndir də. Tanıdım səni. Yadınızdadır siz də Sabirabadda yolun qırağında qarpız satırdıq. Cəhənnəm ola burdan ha. O da inşallah nəsə saf düşdü. Mən qarpız satanam ha mən.